Əziz və hörmətli gözəl xanım, gələcəyimizin parlaq ulduzlarından. Buyur. Bildiyiniz kimi bugün bura toplanmamızın əsas səbəbi şəhidlərimizdir. Biz azadlığımız, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi anmaq, onların müqəddəs ruhunu yad etmək üçün buradayıq. Onlar fədakarlıqları sayəsində biz bugün müstəqil bir dövlətdə, doğma torpaqlarımızda başımıza gəzirik. Onlar sadəcə bir ailənin övladı, atası, qardaşı yox, bütöv bir millətin qəhrəman oğullarıdır. Biz hamımız şəhidlərimizin qarşısında baş əyirik. Mən Ağdam rayonu 18 saylı tam orta məktəbi 11 sinif şagirdi Məmmədzadə Nadidan bu duyğularla şəhidlərimizə həsr olunan bir şeiri səsləndirmək istəyirəm. Salam şəhid anası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durursan. Ağappaq saçlarından nur saçılır, nur ana, hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid atası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxaya getirdin. İndi bütün şəhidlər, qardaşıdır, ay bacı, sən şəhid bacısısan, sənə yoxdur, tay bacı. Salam şəhid qardaşı, yaş tutmasın gözünü, hər an şəhid olmağa, hazır elə özünü. Sənin qardaşın, sonra mənim qardaşım gedər, sonra sən, sonra bütün igidlər. Salam şəhidin yarı, bilirəm, darıxırsan, bir ümid gələr deyə, kəndlərə yaşatırsan. Bilirsən gəlməyəcək, yol yoxdur dağı geri, zərrət də onun yeri.